Salam əziz izləyicilər, xoş gördük sizləri. Hər birinizi ürəkdən salamlayıram. Mən Cavid Mustafayev və siz Bazar Olsun kanalını izləyirsiniz. Bugün uzun müddətdən sonra yenidən heyvan bazarına sizinlə görüşürük. Bildiyiniz kimi dabaq xəstəliyi ilə əlaqədar olaraq ölkənin bir çox bölgəsində heyvan bazarlarının fəaliyyəti dayandırılmışdı. Bu qərar heyvanın sağlamlığının qorunması üçün vacib idi. Amma eyni zamanda minlərlə heyvandarın, fermerin, alıcı və satıcının işinə ciddi təsir göstərdi. Bazarlar bağlandı, algı-satqı çətinləşdi, qiymətlərdə qeyri-müəyyənlik yarandı və insanlar heyvanlarını satmaq üçün və yaxud almaq üçün müxtəlif yollar axtarmağa başladı. Bu müddətdə mən də boş dayanmadım. Bazar bağlı olsa da ölkənin müxtəlif bölgələrindən mənə müraciət edən insanlara bacarzdığım qədər dəstək oldum. Kimin satmağa heyvanı var idisə elanını paylaşdıq. Kim heyvan axtarırsa uyğun satıcı tapmağa çalışdıq. Çoxlu sayda insanın bir-biri ilə əlaqə yaratmasına vasitəçilik etdik və bunun nəticəsində xeyli algı-satqı baş tutdu. Mənə göstərdiyiniz etimada görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Bugün isə yenidən bazardayıq. Hamımızın aylardır gözlədiyi gün gəlib çatıb. İndi birlikdə bazarı addım-addım gəzəcəyik. Görəcəyik ki, bazara necə heyvanlar gətirilib, qiymətlər hansı səviyyədədir, alıcı çoxdur, yoxsa satıcı. İnsanlar bazarın yenidən açılmasının barədə nə düşünürlər? Ən əsası isə qiymətləri olduğu kimi heç bir dəyişiklik etmədən sizə çatdıracağıq. Dostlar, əgər siz də heyvan alıb satırsınızsa və yaxud gələcəkdə almağı və ya satmağı planlaşdırırsınızsa, bizim WhatsApp qrupumuza qoşulmağı mütləq tövsiyə edirəm. Qrupda hər gün Azərbaycanın müxtəlif bölgələrindən heyvan elanları paylaşılır. Alıcı və satıcılar birbaşa əlaqə yaradır. Qiymətlər müzakirə olunur. Bir çox insanlar qısa müddət ərzində algı-satqı həyata keçirirlər. Qrupa qoşulmaq istəyənlər mənim WhatsApp nömrəmə, gördüyünüz bu nömrənin WhatsAppına yazın, sizi qrupa daxil edək. Dostlar, əgər hələ də Bazar Olsun kanalına abunə olmamışsınızsa, elə indi abunə olun, videonu bəyənin və fikirlərinizi şərhlər bölümündə yazın. Sizin dəstəyiniz bizi daha çox bazar çəkməyə, daha çox qiymətləri göstərməyə və heyvandarlıqda bağlı faydalı məlumatlar paylaşmağa həvəsləndirir. İndi isə vaxt itirməyək, gəlin uzun fasilədən sonra birlikdə bazara daxil olaq. Görək bugün bazarda qiymətlər hansı səviyyədədir, hansı cins heyvanlar və maraqlı alıq-satqılar bizi gözləyir. Neçə deyir? 830 aldım. 1830'da. Yaxşıdır da. Yaxşıdır mı? Bu qalxşı mı da? Verin pulu qalsın da sizə. Hadi ver qalsın. Yaşasın. 1890. Çekmeyi o bazarı. Valla çekin. Çəkəndə alıcı gələcək daha, yaxşı olacaq. Ha bunu ilişdi qədər görə mal ala bildim. Tamam. Nə qiymətlər qədər? Sən mənim də bir şeydə görəyim. Qiymətlər qədər. Çəkəndə alıcı gələcək. Kardeş Allah aşkına baban diyorsun. Hə? Bu kısırdı. Nə söyledi? Neçədir? Bir bala verim 2200. Bir bala verir 2200'e. Olsun Allah aşkına baban diyorsun kardeş. Kardeş erkeğden haline şey değilsen. Sağ ol, selam aleyküm. Aleyküm. Hoş gördük Emican seni, çoktan görünmüyordu. Sağ ol sağ ol. Ha, 17.50'ye diyelim. 17.50'ye. Ha, ha. Neçə aylıqdır?
11 aylık. 11 aylık. Allah bazarı versin. Sağ ol. Allah bazarı versin kardeşim. Erkek ana da. Geçeri. 2000 lira. Cins tanıdı. İsteyen əlaqə saxlaya bilər. Qardaş badaqları neçə edirsən? 1600. Hamısı bir yerdə, hə? Hə, olsun. Allah şifadan versin. Şabran da kaçmaz. Maşallah. Allah bazar versin. Sağ ol. Erkek bunlar dişidir. Dügeler. Üyeler. 10 Neçə? aylık 11 aylık dügeler. 10 aylık, 11 aylık. Ne sana? Üst böyüs neçəydən verirsin? Belə qiymətlər neçədir? 14 ne demişim ya? 14 mü? Üst böyüs alan olsa. Belediye ağacı aşağı dedi. Kaçmaz da. Açma. Hoş geldin sen, hoş geldin sen. Necəsən? Vəziyyət sağ ol. Allah bazarı versin. Allah şu havan nəsin? Necədir bazarında? Əvvəlki yaşı idin ki. Əvvəlki. Neye göre? Her şeye göre. Çox film çəkdik. Tamam. Böyle. Şuna var mı? Allah bazar versin. Sağ ol. Üsüzdü yoksa? Sı, kesinlik. Kesimlik kök. Yem zat vermişsən? Yem aldım. Neçə çıxır? 2005'te. 25 lira. Neçə kilo var belə? 200. 200 kilo. İsteyen əlaqə saxlasın. Ayın ikisi doğmalıdır. Boğaz da. Tamamdır da. Neçənci balası olacaq? Bu 5. 5-ci. Süt nə verir? 12 litr. Öz malındır yoxsa? Öz. Qiymət neçədir? 4 4000'e. Allah bazar versin. Evet, kütü neçədir? Bütün 1750'ye kişi. Damazlıqdır. İkisi de dişidir. Bəli. Kütü 1750'ye, dişi danalar. Sakal. Senin ne hayvanlar? Allah bazarı versin. Boğazlı kısırdı. Bu boğazı 8 ay. 8 ayın boğazı. Ha. Neçinci baba? 3. Üçüncü. O bizde bala alır 25 gün. Bir aylık bala var. Bir aylık bala. Balası angustu. Deve cinsi. Özü zevre. Deve cinsi. Ha deve zevre. Deve cinsi nece olur? Deve dizisi zevre. Zebra. Neçədir o deve? 24 yarma verir. 24 yarma babası da dişidir. Dişini. Süt ne verir? 6-7 litre. 6-7 litre.
24 yarımda 25 yarım. 25 yarım. 25 yarım. Bəs bunu neçə edirsən? 8 aylıq boğazı. Bunun 28 yarım var. 28 yarıma Allah bazarı versin. Şuna adam bu. Erkek yanlar səndir. Nədir? Kırmızı. Ha, tek. Ha, yaxşı çek bərəb, ya problem deyil. Hətta görüntü göstərir, bazar vardı, gəlsinlər bazara. Allah şöyle adamdır. Allah bazarınızı versin. Çekmeyeyim. Çekmeyeyim. Kardeş ne şey değilsen? Ben onu gimbire deyirəm. 21'e değilsin. Ha, ha. Aşağı yer olacak. İndi alışdan asılıdır da o. Bir yol pulu keçərik. Bu 5 aylıktı. 11 aylık. 11 aylık. O mənim deyirəm. Yani təxmin neçə kilo olar? Onlar 100 kilo, 113 kilo. Saxlanmalı danadır. Ha, sağlamlar. 200 de olsun. Deseydi, ha demişti ben, deseydi. Desem. 1800 70. 1800 yaxşı da. 1880. Yaxşı da. Sen seçmişsin yani. Bunda öyle kabiliyet olmaz. Ağla, ağla, ağla. Satılır. 3100. Ver hamısı kişiye. Ne ramsın aparatdan alaksın. Ya o sayısı ya biz. Burada kitab alacaq ha. Biraz normal qiyməti bir pula düşən 2 dənə al ha. Ay ne alırsan sen cins al. Yani cins 1600 al. zada. Kitabın bir kartın. Bu da ne alırsın? Ha, 17'ye ha. Yaxşı da. Yaxşı da. Qiymətdə normal. İpin verdin eline. İpin verdin eline. Ha, ha. Ha. Verdim. Allah mehriban olsun. Sağ ol, sağ ol. Yüz kilo etim var. 40 kilolar. 100 kilo etim var. Bu anamana bir şeydi. Neçə litre süt verir? Bu altı. 6. Balası da kırışıyor. Erkek balası var. Beşinci bala mı? İkinci balası cavan heyvandır. İsteyen əlaqə saxlasın. Kısır bunu. 4 aylık boğaz. Beşinci bal olacak. Dördüncü. Süt ne verecek? Sağılır 5-6 litre indi verir. Olsun. Allah bazar olsun. İsteyen əlaqə saxlasın. Bu danalar sənin.
O cinsine geçer. Yani balalık da. Erkek bala. Erkek bala da 4 aylık. 3 aylık da boğaz. 4 aylık erkek bala. 3 aylık da boğaz. 3 aylık da boğaz. Düz gelirler. Balasını tek sefersen. Maşallah balası da yaxşı. Angustur ha. Kabaş. Süt ne verildi? 8-10 litre kubada. İsteyen əlaqə saxlasın. Olar Bu birinci karnı. birinci qarnı dişi bala. 5 aylıq bala. 3 aylık da boğaz. 3 aylık da boğaz. Allah bazar versin. Cəfər neçə deyir? Neçə deyir? Neçə deyir? 1600, 1700. 1700'e. Yo yo. Hayır. Hiç kimi çekmiyor mu bir dakika daha? Hiç kimi. Beş aylık kardeş. 1 yaş 1 aylık. 1 yaş 1 aylık. Erkek danat. Allah bazarcı versin. Bir ayda keseceğim. Bir ayda keseceğim onu. Emine şey diyeceğim bunu. 2200. 2200. Birinci karnında 5-6 aylık boğaz. Boğaz. 5-6 aylık boğaz. İsteyen əlaqə saxlasın. Kaçmazlar. Allah bazarcı versin. Neçə aylıqdır qardaş? Bir aylıq, maşallah, yaxşı dana. Sözümdə. Neçə deyir nə? Neyse. 18 kilo sosu kilo. Değil mi? Şahsım çekiyor. Ama 17 verərsən. Yok. 17 yarım yerim. Yox, 17 yarım. Qısırdır yoxsa boğazdır? Qısır. Yem zad yiyib? Ha. Neçə deyirsən? 16 50. 16 ildir. Təxminən neçə kilo olar? 135 kilo. Cavan hayvandır. Bəli, cavan 4 bala verir. 4 bala verir. 20 dana verir. 20 manat 50 milyon. İstəyən əlaqə saxlasın. Allah bazar versin. Sağ olun. Necədir bazarın vəziyyəti? Bazar zayıfçılık. Yaxşıdır. Köhnə bazar yaxşı idi, indiki Köyüne bak. niyə görə? Xeyr bereket var. Evet, bereket var idi. Allah indicinde muhasir diye her şey yaxşıdır. Ha, nə çatışmır biraz bu Hadi ver çatsın. halvi? İnşallah yaxşı olar. İndi uyğunlaşacağam. İnşallah geleceğini yaxşı olur. Öyle gel. Kardeş kesiler kim indi? Öyle Köhne tanışlar bir arada. Canım başım. Evet.
Erkekler neçədir sən qardaş? 15, 25, 1500. Bəs o? 1350. 1300. Əmədə gəlir? Hələ yox, hə? Şu devam et. Salam mənəm. Necəsən? Sabir mənəm. Sən fərqdə yaxsan. Neçədir sən qardaş? Yəni 1100 manat. 1100 manata, münasib qiymətə. Qubat da kaçmaz. Allah bazarınızı versin. Neçə aylıqdır? 10 aylıq. 10 aylıq. İşi zavallı olsun.